Salam əziz və dəyərli dostlarımız, dəyərli Azərbaycan xalqı, gözəl beyləqanlar. Biz bu günlərim sizlə Azərbaycan Respublikasının milli qəhrəmanı haqqında söhbət edəcəyik. Yəni, hansı ki o milli qəhrəman beyləqanın mərd igid oğlu, o cümlədən Azərbaycanın həqiqətən də milli qəhrəmanı adına layiq görülmüş Allahverdiyev Namiq Müslümoğlu haqqında danışacağıq. Deməli, əziz dinləyicilər, əziz izləyicilər, əziz vətən sevərlər, bayraq sevənlər, dövlət sevənlər, xahiş edirəm diqqətlə qulaq asın. Deməli, Allahverdiyev Namiq Müslümoğlu, yəni mən bu Beyləqan Bahadırları kitabından oxuyuram bunu. Müslümoğlu 1967-ci il oktyabrın 5-də Beyləqan şəhərində dünyaya göz açıb. Dünyasını bir çox illər bundan qabaq dəyişmiş, dünyanın bu dəhşətli ağrısından xəbəri olmayan Müslüm kişinin evi yeni Beyləqanın yaşı qədər olan 25 çınar ağacı ilə üz-üzə idi. Ayaq tutub yeriyəndən ta möhrün gənclik çağlarına kimi Namiq bu ağacların kölgəsində boy atıb. Şəhər bir nömrəli tam orta məktəbi bitirdikdən sonra fotoqrafçı kimi əmək fəaliyyətinə başlayıb. 1985-ci ildə isə həqiqi hərbi xidmətə çağırılıb. Həmin xidməti keçmiş SSR silahlı qüvvələrində, Moskva ətrafında. Başa vurduqdan sonra ata yurduna qayıtmışdı. Deməli, 1991-ci ilin avqustun 31-də Azərbaycan Daxili İşlər Nazirinin xüsusi təyinatlı milis dəstəsinə daxil olur. Yəni, indiki polis dəstəsinə, əziz izləyicilər. Respublikamızın Ermənistanın sərhəd bölgəsində, Dağlıq Qarabağda, onun ətrafındakı bölgələrdə sinəsini vətən üçün sipər edib. Deməli, əziz dostlar, əziz izləyicilər, Namiq Xocalı faciəsi zamanı bir çox böyük sarsıntı keçirmişdir. Erməni vəhşilərinin qətlə yetirdiyi Xocalı sakinlərinin cənazələrini toplayarkən dəhşət, çox dəhşət. Bu ağrıya, bu zülmə Namiq dözə bilməmişdi. Düz bir ay anasının yanına xəstə yatmışdı. Süraya anası şəfalı əlləri və isti ana qucağı onu yenidən döyüş meydanlarına qaytarmışdı. Şuşanın, Laçının sapı özümüzdən olan baltalar vasitəsilə xaincəsinə düşmənə verilməsi Namiqi yandırıb yaxırdı. Axırıncı döyüş yolu Tərtər rayonundan keçib Namiqin. Mərgüşavan, Həsənağa, Malalan, Madagiz, 1-ci Çaylı, 2-ci Çaylı kəndlərinin düşmənlərdən bunun döyüşdüyü dəstə azad eləmişdi. Namiq və onun döyüş yoldaşları Samir, Vüqar, Azər, Əfqan düşmənin qabaqlamaq üçün iyunun 9-da səhər saat 9-10 arasında yüksəkliyə qalxıb mövqe tuturlar. Yüksəkliyə yaxınlaşmağa nalan düşmən tankların qrantometla vurmaq istədiklərinin zaman güclü partlayış baş verib. Bu partlayışdan aldığı qəlpə yaraları Namiqin qara gözlərinə qatı zülməti çöktürmüşdü. Yəni, 92-ci il iyunun 9-da səhər saat 10-da həzin-həzin açılan bu səhərin çox ağırlı qara xəbəri Beyləqanda ildırım kimi səs saldı. Yəni, Namiq Abdullayevin vətən qarşısında xidmətlərin həqiqətən də dəyərləndirəndə görürük ki, Beyləqan həqiqətən də böyük diyardır, qədim diyardır, qəhrəmanlar diyarıdır. Namiqin məzarı başda müqəddəs şəhidlər xiyabanımızdadır. Yenə deyirəm, Allah Namiq Allahverdiyevə rəhmət eləsin.
Doğmalarından qalanlarını da canı sağ eləsin. Allah Teala yenə deyirəm, bu xalqa, bu millətə bir daha müharibənidir, qaçqın həyatıdır. O 90-cı illərin ortalarında baş vermiş ağır həyat tərzini yaşatmasın. Yəni bu günlərim Allah'a şükür ki, qalib ordumuz var, qalib dövlətimiz var, qalib komandanımız var. Yenə deyirəm, düşmən üzərində çalınan qələbədə əmək olan hər bir Azərbaycan sağ vətəndaşından Ali Baş Komandanına təşəkkür edirəm. Yaxşı ki varsınız, Allah sizi var eləsin.